Yəni, bir anlıq təsəvvür edin ki, nəhəng bir stadionun qarşısındayıq. Qapılar açılır və içəri düz 100 min gənc daxil olur. Böyük bir kütlə. Bəli, hamısının da əlində yeni alınmış universitet diplomları var. Gözlərində də böyük ümidlər, içlərində dünyanı fəth etməyə arzusu. Amma onlar stadionun mərkəzinə doğru irəlilədikcə musiqi qəfildən dayanır. O məşhur oyun kimi stul tapmaq oyunu. Dəqiq. Çünki baxıb görürlər ki, bu nəhəng arenada cəmi, yəni sadəcə 34 min boş oturacaq var. Yerdə qalan o 66 min gənc isə ayaq üstə bir-birinə baxa-baxa qalır. Həmin o ayaq üstə qalan gənclərin taleyi necə olacaq? Çox ağır bir mənzərədir əslində. Elədir. Və bu sualın cavabı bizi bugün araşdıracağımız o qəliz mövzuya gətirib çıxarır. Odur ki, Bakuto kanalına xoş gəlmisiniz. Bugün biz sizinlə birlikdə mənbələrin köməyi ilə çox dərin bir təhlilə, yəni dərin bir səyahata başlayırıq. Tamamilə düzdür. Bəli, biz Dünya Bankının, BET-in, yəni Beynəlxalq Əmək Təşkilatının və 2024-2026-cı il hesabatlarının məlumatları əsasında gənclərin məşğulluğu, Z nəslinin iş etikası və o məşhur uzun müddətli təcrübə, yəni internship tələsini müzakirə edəcəyik. Qeyd edim ki, biz heç bir siyasi və ya tərəfli mövqe tutmuruq, yəni məqsədimiz sadəcə hesabatlardakı faktları oxuyub obyektiv analiz etməkdir. Bəli, yalnız rəqəmlər və faktlar üzərindən gedəcəyik. Bəs əsas sualımız nədir? Əsas sualımız budur ki, doğrudanmı bugünkü gənclər sadəcə tənbəldirlər, yoxsa reallıqda onları istismar edən görünməz bir sistem var? Gəlin birlikdə bu sənədlərin dərinliyinə enək. O, stadion analogiyası ilə başladıq. Yəni bu, mənə elə gəlir ki, işin riyazi tərəfidir. Stadion analogiyası əslində bugünkü əmək bazarının çox dəqiq, belə deyək, riyazi modelidir. Biz çox vaxt məsələyə emosional yanaşırıq. Yəni, nəsillərin toqquşması kimi baxırıq. Ay, filankəs tənbəldir, filankəsi işləmir, amma rəqəmlər fərqli mənzərə yaradır. Aha, rəqəmlər nə deyir ki? Deməli, Azərbaycan əhalisinin hansı ki təxminən 10,4 milyondur, 42,4% 25 yaşdan aşağıdır. Bu çox böyük rəqəmdir. Dəqiq. Bu sadəcə quru statistika deyil. Bu, arxasınca böyük iqtisadi təzyiq gətirən nəhəng bir demoqrafik dalğadır. Sizin bayaq dediyiniz o 100 min nəfər var, Stadiona girənlər. Bəli. Bax, onlar hər il əmək bazarına daxil olan yeni işçi qüvvəsidir. Amma rəsmi rəqəmlərə baxanda görürük ki, 2017-ci ildən bəri ölkədə hər il orta hesabla məhz 34 min yeni rəsmi iş yeri yaradılıb. Yoxdur, sadəcə fiziki olaraq hər kəsi yerləşdirə biləcək qədər rəsmi iş yeri mövcud deyil. Bəs o ayaq üstə qalan 66 min gənc hara buxarlanır? Baxın. Biz onları, yəni küçələrdə işsiz kimi kütləvi şəkildə görmürük axı. Onlar buxarlanmırlar, sadəcə olaraq görünməz olurlar. Deməli, 15-24 yaş arası rəsmi işsizlik 13,72% kimi göstərilir hesabatlarda. Amma iqtisadçılar üçün daha təhlükəli bir göstərici var. Buna NEET dərəcəsi deyirlər. NEET, o nə deməkdir? İngiliscə qısaltmadır, yəni Not in Education, Employment or Training. Azərbaycanca desək, nə oxuyan, nə də işləyən gənclər. Yəni heç yerdə yoxdular. Tamamilə düzdür. Xüsusilə gənc qadınlar arasında bu rəqəm daha da böyüyür. Bu gənclər formal iqtisadiyyatın kənarında qalırlar, günlərini evdə keçirirlər, ailədən asılı vəziyyətə düşürlər. Digər bir qrup isə tamamilə qeyri-rəsmi sektora üst tutur. Qeyri-rəsmi sektor deyəndə nəyi nəzərdə tutursunuz? Yəni, heç bir sosial sığortası, pensiya təminatı olmayan gündəlik tikinti işləri, kənd təsərrüfatı və ya heç bir rəsmiyyəti olmayan freelance xidmətlər. Onlar beləcə sistemin radarlarından itirirlər. Amma bilirsiniz, cəmiyyətdə belə bir qəlibləşmiş düşüncə var. Hamımız eşidirik də bunu. Deyirlər biz neft ölkəsiyik, nəhəng şirkətlərimiz var. Valideynlər övladlarına deyir ki, get mühəndis ol, sokarda, PP-də işləyərsən, həyatın həll olunacaq. Bu ən böyük miflərdən biridir. Bəlkə bu gənclər sadəcə ixtisaslarını düzgün seçmirlər və buna görə də o 34 min stulun xaricində qalırlar. Yəni günah özlərində deyil ki. Bu illüziyanı sındırmaq mütləqdir. Baxın, neft-qaz sektoru ölkə iqtisadiyyatının onurğasını ola bilər, amma məşğulluq baxımından belə deyil. Hesabatlar göstərir ki, bütün neft-qaz sənayesi ölkə üzrə cəmi 31.500 nəfər işlədir. Cəmi?
doğrudan. Bəli, bəli. Bu iş yerləri yüksək maaşlıdır, prestijlidir, lakin kütləvi deyil. Yəni siz hər il bazara daxil olan o 100 min gənci cəmi 30 minlik tutumu olan, üstəlik də artıq dolu olan bir sektora yerləşdirə bilməzsiniz. Aha, indi məntiq tutdu. İqtisadiyyatın qeyri-neft sektoru isə yəqin ki, bu böyük kütləni udacaq qədər sürətlə genişlənmir. Tamamilə elədir. Yaxşı, əgər problem struktur daxilindədirsə, yəni əgər stullar onsuz da yoxdursa, bəs nədən cəmiyyətdəki o bitmək bilməyən bu gənclər tənbəldir ritorikası yaranır? O çox maraqlı fenomendir. Yəni, sosial şəbəkələrə baxırsan, fərqi yoxdur kiçik bir şirkətin müdiridir, yoxsa böyük bir korporasiyanın HR rəhbəri, hamı bu Z nəslindən şikayətlənir. Qlobal trendlər var axı, səssiz imtina, yəni quiet quitting, sonra o tənbəl qız işi, yəni lazy girl job trendləri. Bəli, bizdə də çox yayılıb onlar. Yəni şikayət edirlər ki, gənclər işləmək istəmir, məsuliyyətdən qaçırlar. Doğrudanmı? Köhnə nəsillərin o əyilməz iş etikası artıq yoxa çıxıb. Bilirsiniz, reallıqda tənbəllik adlandırılan bu fenomenin arxasında çox dərin bir praqmatizm dayanır. Yəni hesabatlara və araşdırmalara baxanda sübut olunur ki, gənclərin 74% işinə əslində çox bağlıdır. 74%. Heç də az rəqəm deyil. Düzdür və onların 65% isə daim yeni bacarıqlar öyrənməyə can atır. Yəni onlarda öyrənmək və inkişaf etmək həvəsi kifayət qədərdir. Bəs rədd etdikləri nədir onda? Niyə işləmirlər? Onlar köhnə, o Sovet dövründən miras qalmış sərt iyerarxik idarə etməni rədd edirlər. Yəni işçinin sadəcə bir vint kimi görüldüyü mədəniyyəti istəmirlər. Z nəsli öz valideynlərinin həyatına baxır. Aha, və nə görürlər? Görürlər ki, ataları, anaları 30 il eyni yerdə dayanmadan hər cür haqsızlığa dözərək işləyiblər, bəs nəticə nə olub? Çoxu yenə də normal bir mənzil ala bilməyib, pensiya yaşına çatanda isə, yəni təməl ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Bu çox acı reallıqdır. Elədir. Gənclər bu dayanmadan özünü fəda etmək mədəniyyətinin, o məşhur hustle mədəniyyətinin riyazi olaraq heç də sərfəli olmadığını anlayıblar. Onlar bunu hesablayıblar. Aha, sizi dinləyirəm və bu çox məntiqlidir. Amma mən bir işə götürənin və ya köhnə nəsil menejerin tərəfindən də baxmaq istəyirəm bu məsələyə. Buyurun, baxaq. Yəni, əgər mən sənə maaş verirəmsə, təbii olaraq səndən bir fədakarlıq gözləyirəm də. Amma ofislərdə tez-tez görür 23 yaşlı bir gənc, düz saat 18 olan kimi, yəni cümləsini belə tamamlamadan kompüteri söndürür və çıxıb gedir. Hə, bu klassik şikayətdir. Bəli, yəni heç bir əlavə təşəbbüs göstərmir, öz iş çərçivəsindən bircə santimetr belə kənara çıxmır. Kənardan baxan bir müdir üçün bu necə tənbəllik olmaya bilər ki? Baxın, çünki həmin o müdir məsələyə yalnız öz verdiyi, belə deyək, kiçik maaşın prizmasından baxır. Saat 18:00-da kompüteri söndürmək tənbəllik deyil. Bəs nədir? Bu, mövcud təşviq sisteminə verilən çox rasional, məntiqli bir reaksiyadır. İnsanın psixologiyası elə qurulub ki, o, sərf etdiyi enerjinin qarşılığını görmək istəyir. Ənənəvi korporativ mühitlərdə gənc bir işçi axşam saat 8-ə qədər ofisdə qalıb əlavə layihələr işləyəndə, o fərqindədir ki, bu səy nəzərə alınmayacaq. Yəni mükafatlandırılmayacaq. Tamamilə. Yuxarı vəzifəyə bir ştat açılanda hesabatlarda da qeyd olunur ki, o ştata çox vaxt ən çox çalışan gənc yox, stajı daha çox olan kimsə və ya tanış vasitəsilə gələn bir şəxs təyin olunur. O məşhur nepotizm məsələsi. Bəli. Gənc bunu bir dəfə görür, 2 dəfə görür və anlayır ki, onun əlavə fədakarlığı sadəcə istismar olunur. Buna görə də o öz enerjisini, mental sağlamlığını qorumağa qərar verir və yalnız müqavilədə yazılanı, yəni minimumu edir. Bax, buna səssiz imtina deyirlər. Aydındır. Deməli, mən bilirəmsə ki, nə qədər çox qaçsan da, finiş xətti mənim üçün həmişə eyni yerdə qalacaq, yəni mənə heç nə verməyəcək, niyə özümü yormalıyam? Eynən. Çox məntiqlidir. Bəs bu toqquşma bizi hara aparır? Bir tərəfdə rəsmi stulların sayı sadəcə 34 mindir. Digər tərəfdə isə ədalətli mühit tələb edən 10 minlərlə gənc var. Bax, bu iki reallıq toqquşanda şirkətlər çox yaradıcı bir həll yolu tapıblar. Hansı həll yoludur o? Onlar deyirlər ki, sənə iş verə bilmərəm. Amma gəl bizdə 2 il təcrübəçi, yəni intern olaraq işlə və beləliklə biz gəlib çıxırıq o məşhur sonsuz təcrübə tələsinə. Aha,
O internet məsələsi. Bəli, bu sonsuz təcrübə tələsi bəlkə də müasir əmək bazarının ən qaranlıq künclərindən biridir. Təbii ki, bütün təcrübə proqramlarını eyni tərəziyə qoymaq haqsızlıq olar. Yəni yaxşıları da var. Əlbəttə. Məsələn, bəzi böyük qurumların SOCAR, SOFAS, Capital Bank və ya BP-nin kifayət qədər strukturlaşdırılmış proqramları var. Hesabatda nümunə kimi göstərilir ki, SOCAR-ın 2 aylıq proqramında tələbələrə real təlimlər keçilir, üstəlik ayda 250 manat ödənilir və sonda onları kadr bazasına daxil edirlər. Bu yaxşı eşidilir. Bəs niyə edirlər bunu? Çünki bu böyük korporasiyaların real istedadlara ehtiyacı var və bu axtarışa büdcə ayıra bilirlər. Bu proqramlar həqiqətən öyrədir. Yaxşı, bəs bazarın qalan hissəsində nə baş verir? Əsl problem hardadır? Onlar bu internship konsepsiyasından təhsil vasitəsi kimi yox, pulsuz və ya necə deyərlər, çox ucuz işçi qüvvəsi əldə etmək üçün istifadə edirlər. Aha. Düşünün, gəncləri 12 ay, 24 ay, bəzən hətta 36 ay təcrübəçi adı altında eyni vəzifədə saxlayırlar. 3 il təcrübəçi olar adam. Təəssüf ki, olur. Və bu gənclərə heç bir yeni peşəkar vərdiş öyrədilmir. Onların o öyrənmə əyrisi artıq 3-cü ayda tamamilə düzləşir. Ondan sonra onlar sadəcə olaraq şirkətin inzibati rutini işlərini görən pulsuz robotlara çevrilirlər. Bilirsiniz, bu mənzərəni təsəvvür edəndə ağlıma belə bir səhnə gəlir. Yəni, hamımızın o vəziyyətə düşmüş bir tanışı var əslində. Hə, mütləq. Təsəvvür edin, bir dostunuz var, artıq 1 ildir ki, hansısa şirkətdə təcrübəçidir. Hər gün ofisə gedir, hamıdan gec çıxır, rəhbərliyin qəhvəsini daşıyır, o Excel cədvəllərini saatlarına doldurur və siz ona deyəndə ki, ay qardaş, sən heç pul da vermirlər, çıx get, başqa iş axtar. O sizə nə deyir? Nə deyir? Deyir ki, yox, artıq 1 ildir buradayam. Keçən həftə müdür mənə baxıb güldü, dedi ki, bəlkə gələn ay yeni ştat açıldı. İndi çıxıb getsəm, bu 1 illik əziyyətim hədər gedəcək. Yəni, bu mənə xəstəxananın o gözləmə otağını xatırladır. Otağı sən təmizləyirsən, amma həkim səni heç vaxt qəbula çağırmır. Çox gözəl nümunədir. Sizin o dostunuzun yaşadığı o psixoloji vəziyyətin elmdə konkret adı var. Nədir o adı? Buna batmış xərclər sindromu, yəni sunk cost fallacy deyirlər. Şirkətlərin bəzi manipulativ menecerləri bu psixologiyadan çox məharətlə istifadə edirlər. Gənc düşünür ki, sərf etdiyi 12 ay bir investisiyadır və əgər getsə, bu investisiya yanacaq. Amma əslində... Halbuki o 12 ay onsuz da yanıb. Şirkət isə ona qəsdən illüziyalar yaradır, ümidlər paylayır ki, onu daha bir neçə ay pulsuz işlədə bilsin. Əgər rəqəmlərə baxsaq, bu istismarın miqyası daha aydın olur. Nə deyir rəqəmlər? Məsələn, ABŞ-da kolleclər və işə götürənlər Milli Assosiasiyasının, yəni NACE-nin məlumatına görə, orada təcrübəçilərin təxminən 62%-i sonda daimi işə qəbul edilir. Aha. Və inanın ki, onlar bu 62%-i böyük bir böhran, aşağı rəqəm hesab edirlər. 62%-dir. Bizdə bəs necədir vəziyyət? Azərbaycanda isə xüsusən o qeyri-rəsmi təcrübə proqramlarında bu göstərici sadəcə 20-40% ətrafında dəyişir. Yəni, hər 10 təcrübəçidən 7-si sadəcə istifadə edilib atılır. Baxın, mənim beynimdə burada ciddi bir qırılma yaranır. Yəni, mən başa düşürəm ki, şirkətlər pulsuz işçi istəyir. Amma istənilən normal şirkətin işləməsi üçün işini bilən, mütəxəssis, daimi işçilər lazımdır axı. Əlbəttə. Yəni, hər 6 aydan bir bütün komandanı heç nə bilməyən 19 yaşlı təcrübəçilərlə əvəz etmək biznes baxımından çox səmərəsizdir axı. İşin keyfiyyəti aşağı düşür. Bəs onda şirkətləri bu qədər səmərəsiz bir modeli seçməyə vadar edən nədir? Məsələ sadəcə o müdirlərin xəsisliyindədir? Məsələ heç vaxt sadəcə fərdlərin xarakterində olmur. Əgər bir şey kütləvi hal alıbsa, deməli onun arxasında işləyən konkret sistem, hüquqi bir mexanizm var. Aha, yəni qanuni bir səbəb var. Bəli. Bu səmərəsizliyin əsas səbəbi vergi və əmək qanunvericiliyindəki çox dərin boşluqlardır. Gəlin məsələni lap sadələşdirək. İzah edin zəhmət olmasa, çox maraqlıdır. Deməli, daimi rəsmi işçi götürmək, işə götürən üçün iqtisadi baxımdan ev almağa, yəni ipotekaya girməyə bənzəyir. Əgər şirkət sizi daimi ştata keçirirsə,
O, sizin maaşınızdan əlavə olaraq Dövlət Sosial Müdafiə Fonduna 22% sosial sığorta ödəməlidir. O, heç də az pul deyil. Tamamilə. Bunun üzərinə işsizlik sığortası, icbari tibbi sığorta və digər vergilər də gəlir. Eyni zamanda qanunvericilik daimi işçini çox güclü qoruyur. Yəni, işçini səbəbsiz yerə işdən çıxarmaq çox çətindir. Mütləq təzminat ödəməlidir. Yəni, şirkət böyük bir öhdəliyin altına girir. Aydındır. Bəs təcrübəci saxlamaq o nəyə bənzəyir? Təcrübəçi saxlamaq isə, belə deyək, Airbnb-dən bir günlük ev kirayələmək kimidir. Heç bir uzun müddətli öhdəlik yoxdur. Əgər şirkət gənci, təcrübəçi adı altında xüsusi müqavilə ilə işlədirsə, o vergi yükləri kəskin şəkildə yoxa çıxır. Hesabatlarda da var, gəlir vergisi bəzən cəmi 3% olur. 22% hara, 3% hara? Baxın, fərq bundadır. Digər tərəfdən, qanunvericiliyimizdə müddətli əmək müqaviləsi deyilən bir maddə var və bu müqaviləni 5 ilə qədər ard-arda uzatmaq mümkündür. Bir dəqiqə, nə? 5 il? Yəni mən bir insanı 5 il daimi işçi hüquqlarından məhrum edə bilərəm? Bəli, tamamilə qanuni şəkildə. HR departamentləri bu boşluqdan sanki bir silah kimi istifadə edirlər. Onlar gənclərlə hər 3 aydan, 6 aydan bir yeni müddətli müqavilə bağlayırlar. Sizi 4 il, 11 ay sınaq müddətində yarı təcrübəçi statusunda saxlayırlar. Dəhşətdir. Təsəvvür edin, cümə günüdür, rəhbərliyin əhvalı pisdir və ya iqtisadiyyatda kiçik bir eniş var. Onlar sadəcə sizə yaxınlaşıb deyirlər ki, müqavilənin müddəti bitdi, bazar ertəsi işə gəlmək. Heç bir təzminat yoxdur, izahata ehtiyac yoxdur. Yəni o dediyiniz o Airbnb modeli şirkətlər üçün o qədər ucuz və risksizdir ki, onlar o mütəxəssis yetişdirmək xərcinə girmək istəmirlər. Bütün risk o 22 yaşlı gəncin boynunda qalır. Eynən elədir. Bütün iqtisadi və hüquqi risklər o gəncin çiyinlərinə yüklənir. Əgər qanun məni qorumursa, onda bəs gənclər bu sistemi necə yarmağa çalışırlar? Yəni bir çıxış yolu axtarmalıdırlar da. Mən təhlil etdiyimiz məlumatlarda bir rəqəm gördüm. Deyəsən o, vəziyyətin sosial tərəfini tam çılpaqlığı ilə ortaya qoyur. Hə, nepotizmlə bağlı rəqəmi deyirsiniz. Bəli, o rəqəm bizim cəmiyyətin reallığıdır. Sorğular göstərir ki, gənclərin 65%-i əmindir ki, yaxşı bir iş tapmağın yeganə yolu tanış, yəni nepotizm faktorudur. 65%. Bu o deməkdir ki, gənclərin çoxu sistemin ədalətli olduğuna inanmır. İnanmır və ən pisi odur ki, bu sadəcə quru bir inanc deyil, onların hər gün ofislərdə şahid olduqları praktikadır. Gənc illərlə təcrübəçi kimi can qoyur, amma ştat açılanda görür ki, yuxarıdan kiminsə zəngi ilə gələn başqa bir gənc o kürsüyə əyləşdirilir. Meritokratiyanın ölməsi gənclərin bütün peşəkar ümidlərini məhv edir. Bunun çox tragikomik bir nəticəsi var, hansı ki hesabatda da qeyd edilib və düzü məni oxuyanda çox güldürdü. LinkedIn məsələsi. Bəli. Biz hamımız LinkedIn platformasını tanıyırıq. Dünyanın hər yerində insanlar ora girib öz CV-lərini paylaşır, şəbəkə qurur. Amma Azərbaycanda LinkedIn artıq peşəkar şəbəkə olmaqdan çıxıb. Hə, tam fərqli bir yerə çevrilib. Yəni, orada bir neçə saat vaxt keçirəndə adama elə gəlir ki, söz davasının, status ləqabətinin və intriqaların tuğyan etdiyi Xoşqədəmin verilişinin ingilis dilli qalstuklu versiyasına baxırsan. Kimsə girib müdirini pisləyir, kimsə işçisini təhqir edir. Sizcə, niyə belədir bu? Çünki, baxın, bu qapalı və ədalətsiz sistemin yan təsiridir. İnsanlar hiss edəndə ki, qaydalar hər kəs üçün eyni işləmir, onlarda o toplanmış kütləvi aqressiya hardasa partlamalıdır. Aha, və o aqressiya gəlib LinkedIn-də partlayır. Bəli, və o partlayış bugün bu platformalarda absurd şəkildə özünü göstərir. Bu gülməli görünsə də, əslində ləyaqətli əmək bazarının yoxluğunun ən bariz simptomudur. Deməli, biz problemin anatomiyasını tam gördük, əziz dinləyici. Stulların sayı azdır, vergi və qanun boşluqları şirkətləri manipulyasiyaya təşviq edir, gənclər isə buna səssiz imtina və aqressiya ilə cavab verirlər. Yaxşı, bəs bu zəhərli dövrədən çıxış yolu nədir? Biz daim fərdləri günahlandırmaqla davam edə bilmərik axı. Başqa ölkələr bunu necə həll edib? Çıxış yolları var, əlbəttə, və biz mütləq dünya təcrübəsinə, xüsusən də qızıl standart hesab olunan Almaniyanın modelinə baxmalıyıq. Almaniyada necədir ki vəziyyət? Onlarda dual təhsil, yəni apprenticeship modeli var. Bu model bizim bildiyimiz o xaotik təcrübə sistemindən tamamilə fərqlənir, çünki orada konkret hüquqi mexanizm işləyir. Aha, o mexanizm necə işləyir? Fərqi nədədir?
Almaniyada gənc bir peşə öyrənəndə həftənin 2 gününü məktəbdə nəzəriyyə öyrənir, 3 gününü isə şirkətdə işləyir, amma əsas məsələ hüquqi qorumadır. Yəni müqavilə ilə işləyir. Bəli, o şirkətin qapısından içəri girdiyi ilk gündən sığortalanır və ona dövlətin müəyyən etdiyi standart maaş ödənilir. Şirkətin borcudur ki, ona real iş öyrətsin. Sən onu 6 ay yalnız qəhvə gətirməyə göndərə bilməzsən. Niyə? Göndərsən olacaq. Dövlət yoxlaması gəlib səni anında cərimələyər. Üstəlik, təcrübəçinin maaşı hər il avtomatik olaraq artır. Yəni ortada sistemli bir investisiya var. Bu doğrudan da əla səslənir. Bəs bizim qanunvericilər, hökumət bu qlobal standartlara baxırmı? Yoxsa bizdə hər şey hələ də fərdlərin, o müdirlərin ümidinə buraxılıb? Əslində, böyük masalarda proseslər artıq başlayıb. Məsələn, hesabatlarda qeyd edilir ki, Azərbaycan hökuməti BET, yəni Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə 2025-2029-cu illər üçün layiqli əmək proqramını imzalayıb. Bu sənəddəki ən inqilabi təkliflərdən biri isə üfüqi monitorinq sisteminin tətbiqidir. Bax, bu termin çox akademik səslənir. Üfüqi monitorinq. Bu praktikada nələri dəyişəcək? Necə işləyəcək? İzah edim. Hazırda bir şirkət 5 nəfəri rəsmi işçi kimi qeydiyyata alıb, 40 nəfəri isə təcrübəçi kimi işlədəndə vergi orqanı yalnız o 5 nəfəri görür. Qalanı qaranlıqdır. Aha, aydındır. Üfüqi monitorinq isə rəqəmsallaşma sayəsində fərqli dövlət bazalarının bir-biri ilə danışması deməkdir. O necə olur? Süni intellekt və alqoritmlər şirkətin gəlirlərini, ofis sahəsini və rəsmi işçi sayını analiz edəcək. Əgər böyük bir dövriyyəsi olan, nəhəng ofisi olan şirkət mənim cəmi 2 rəsmi işçim var deyirsə, sistem bunu dərhal anomaliya kimi qeydə alacaq. Çünki aydındır ki, arxada onlarla gənc qeyri-rəsmi istismar olunur. Çox məntiqlidir. Bundan əlavə təklif olunur ki, qanunla istənilən təcrübə proqramına maksimum 6 ay məhdudiyyət qoyulsun. Yəni 3 il təcrübəçi olmaq qadağan ediləcək. Bəli, və həmin müddətdə belə məcburi sosial sığorta ödənilsin. Vergi qapıları bağlandıqda bu sonsuz təcrübə tələsi iqtisadi cəhətdən mənasızlaşacaq və yoxa çıxacaq. Deməli, dövlət mexanizmlərini işə salmaqla şirkətləri o fırıldaq yollardan çıxarıb real işçi bazarına qaytarmaq mümkündür. Təbii ki, bu sistemlərin qurulması illər çəkə bilər. Amma, əziz dinləyici, gəlin bunu birbaşa sizin reallığınıza bağlayaq. Fərdi səviyyədə nə etmək olar? Bəli. Tutaq ki, sən bu dəqiqə hansısa ofisdə oturmusan, artıq 8 aydır səni öyrədirik adıyla istismar edirlər. Gələcək qanunları gözləmək üçün sənin vaxtın yoxdur axı. Belə vəziyyətdə olan bir gəncə praktik olaraq nə etməyə məsləhət görərdiniz? Fərdi səviyyədə sizin edə biləcəyiniz ən vacib şey öz vaxtınıza bir qiymət qoymaqdır. Mənbələrdəki ekspertlərin ortaq rəyi budur. 3-6 ay qaydası. O qayda necə işləyir? Əgər bir şirkətə təcrübəçi kimi girmisinizsə, 6 ay ərzində özünüzü ən yaxşı şəkildə göstərin, işi öyrənin, amma 6 ayın tamamında əgər müdiriniz sizi otağına çağırıb daimi işə keçid üçün real bir cədvəl təqdim etmirsə, çox sadə, oradan dərhal uzaqlaşın. Yəni sadəcə çıxıb getsinlər. Bəli, öz vaxtınızı kiminsə Excel cədvəlini doldurmaqla yandırmayın. Amma uzaqlaşmaq asan deyil axı. Xüsusən də başqa yerdə o məşhur stullar yoxdursa, hara getsin bu gənc? Məhz buna görə də bütün yumurtaları eyni səbətə yığmaq olmaz. Yəni sadəcə o ənənəvi ofisə gedim, qapı döyüm, məni işə götürsünlər modelinə ümid etməyin. Dünya dəyişib. Alternativlər nədir bəs? 6 ay ofisdə pulsuz işləməkdənsə, o vaxtı rəqəmsal bacarıqlar öyrənməyə sərf edin. Məsələn, dövlətin yaratdığı tamamilə pulsuz olan 4 IR, yəni 4-cü Sənaye İnqilab Akademiyası var. Aha, o barədə eşitmişəm. Orada süni intellekt, data analitikası kimi şeylər öyrənə bilərsiniz. Qlobal freelance bazarlarına çıxın. Bakıda oturub Amerikanın və Avropanın hansısa kiçik şirkətinə uzaqdan dizayn, proqramlaşdırma və ya tərcümə xidməti sata bilərsiniz. Alternativləriniz nə qədər çox olsa, daxili bazardakı o istismarçı şirkətləri bir o qədər az möhtac qalacaqsınız. Yəni seçimi sən özün yaratmalısan. Bu həqiqətən də çox güclü bir xülasədir. Mən bugünkü söhbətimizi belə yekunlaşdırmaq istəyirəm. Cəmiyyətin o daim tənbəl, məsuliyyətsiz adlandırdığı Z nəsli əslində işləməkdən qorxmur. Tamamilə düzdür. Onların rədd etdiyi şey əmək deyil, əməyin istismarıdır. Onlar təmənnasız, heç bir qarantiyası olmayan o köhnə maşının içində sadəcə bir vint olmaqdan imtina edirlər.
Və düzünü desək, bəlkə də hər bir ləyaqətli insanın ilk növbədə etməli olduğu şey elə məhz budur. Öz vaxtına və bacarığına hörmət tələb etmək. Və tarix də göstərir ki, bazarı dəyişən fərdlərin itaətkarlığı yox, məhz bu cür kütləvi, praqmatik tələbləri olur. Elədir. Sonda isə, əziz dinləyici, sənə bugün danışdığımız o quru rəqəmlərdən və qanunlardan kənarda qalan, amma hər şeyin gedişatını dəyişə biləcək, çox maraqlı, bəlkə də biraz provokativ bir ssenari təqdim etmək istəyirəm. Sadəcə bir anlıq xəyal edin. Aha, maraqlıdır. Biz indi 2026-cı ildəyik. Gəlin düz 10 il irəli, 2036-cı ilə gedək. Bugün yuxarıdan aşağı əmr verən o köhnə menecerlərin bunlar idarə olunmazdır deyib bəyənmədiyi həmin o Z nəsli gəncləri böyüyəcəklər axı. Əlbəttə böyüyəcəklər. Onlar təcrübə toplayacaq və istər-istəməz şirkətlərin yuxarı idarə etmə kürsülərinə, CEO postlarına keçəcəklər. Bəs o gün gələndə nə olacaq? Həmin o yeni nəsil liderlər, bugünkü bu iyerarxik, səssiz, ədalətsiz, qapalı sistemi tamamilə söküb atanda, o köhnə qaydalarla, manipulyasiya və ucuz işçi ümidi ilə yaşayan ənənəvi şirkətlər bu yeni mədəniyyət şokuna tab gətirə biləcəkmi? Çox böyük sualdır. Bəli. Bəlkə də bizim bugün gənclərin sağ qalma sınağı adlandırdığımız proses, əslində 10 ildən sonra o köhnə, yenilənməyən müqavimət göstərən şirkətlərin bazardan silinməmək üçün verəcəyi ən böyük imtahan olacaq. Bəli, zaman göstərəcək. Bu sual ətrafında bir qədər düşünün, əziz dinləyicilər. Dinlədiyiniz üçün təşəkkürlər. Növbəti dərin təhlildə görüşənədək.